Herkese salam. Bugün yine el işi dersimiz var ve sevda ve ideyaları yine iş başındadır. Buraya bakın. Uluş ben bunu düzeldən mənəm, abartma. Deməli bizim bugünkü dersimiz, otur arxaya. Bugünkü dersimiz, müəlliməmiz deyib ki, svetofor düzəldin. Telefonumuz arkasında burada düşüb. Svetofor düzəldin, yol qayda qanunu haqqında, istəyən qayda qanunları da düzəldin, yol hərəkət qaydalarını da, yəni nişanları da, yəni bunları. Hə, bir dəqiqə xahiş edirəm, fikrimi anlatım, cəmaət bilsin nə edirik sonra. Nəysə, deyib ki, bəs yol qayda qanunlarını düzəldin, təxmini sizə baş salım. Mən də çalışacağam. Belə buna oxşar, bu ujur tam professionalcadır. Belə bir şeylər düzəldim. Yəni fikrimi sizə anlatım. Belə yol qayda qanunları, nə bilim, belə bir şeylər çalışacağam da düzəldim. Baxın, belə bir şeylər. Maşınlar falan. Mən həqiqi maşınlar falan istifadə eləməyəcəm. Baxın, görürsünüz. Mən həqiqi maşınlar istifadə eləməyəcəm. Belə çıxartdırmışam. Bu indi balacasıdır. Burada ən böyüyü var. Hanı gözlə görüm. Hə, deyil. Baxın, təxmini bir dəqiqə açayım. Bu boyda bir şey eləyəcəm. Hamısını çıxartdırmışam. Baxın, maşınlar qoyacağım yolun üzərində. Polis var, svetofor var, ağaclar var. Bu heç, bu 8 noyabra aiddir bunlar. Sonra nə var? Baxın, maşınlar var. Sonra bax, yol qayda qanunları var. Belə məktəb, kitabxana, hamısı var. Məsələn, piyada keçiddən keçmək üçün piyadalar çıxartdırmışam. Sonra nə var? Yenə ağaclar. Bunlar yanında var. Baxın, belə bir şeylər. Bir də bunlardan almışam ki, yol qırağına yapışdırmağa bunları. Onları da bu kardonun üzərində hazırlayacağım. Belə də kley alıb. Kley almışam. Gerekli malzemelerimiz yəni bunlar da silikon kley, qayçı, bunlar, kardon. Xahiş edirəm, əzmə heç bir şey. Bitti. Hə, indi başlayaq düzəltməyə. Görək nə edirik arkadaşlar. Bəli. Hə. Başlayırıq düzəltməyə. Görək nə edirik. Öncəliklə bunu kardona belə 2 qat eləyəcəm. Kardonu belə yapışdıracağım ki, möhkəm olsun. Başlayaq. Bir dənə bunları regravka verim. Hemen geliyorum. Evet arkadaşlar, sevda çekeyim. İlk önce bunu keseyim. Kardonun en düz yerini taktım. Başlayıram kesmeye. Ama sesler beni pis eləyir. Niye day? Dedim ki mamiye videonu sürüşdürməmişdən əvvəl, mama biz bir damcı böyük eləyək, biz ki qəşəng qalırız. Aha, belə. Sürüşürük. Yox, təxmini mənə boy lazımdır ki, necə eləyəcəm. Sevda və ideyaları iş başında. Mən belə səhifə açsam, sənin əl işlərini düzəltsəm, partladar səhifə. Prosta bir dənə səhifəni güzə idarə edirəm. Hələ mənim TikTok-un Instagram'da var şəxsi də, yəni o açıq deyil. Onları belə ayda dəfə belə bir şey paylaşıyorum. Sadəcə baxmaq üçün istifadə edirəm. Düz çəkirsən. Hə, aferin sənə. Sevranı görəsiniz necə durub robot kimi. Qorxusundan tərpənmir ki, birdən səhv çəkir. İndi bir dənə bunu yapışdıracağım, sonra... Yapışdıra gələk, əlim yoruldu buradan. Hə, yaxşı, saxla. Arkadaşlar baxın, bu kağızın enində uzunluğunda 2 ədəd belə kardon kəsdim ki... Arkadaşlar, bakın. Svetoforumuz getdi. Belə kardonumuz əyilməsin, düz olsun. İndi bunları bir-birinə yapışdırım. Bir dəqiqə. Bunları bir-birinə yapışdırım. Belə gəlirim. Evet arkadaşlar. Belə 2 qat kardon elədim. Bunu yapışdırdım. İndi də başlayırıq bunları kəsib bir-bir üzərinə ağaclar, nə bilim evlər falan filan əlavə eləməyə. İndi bunları başlayayım kəsim, sonra geri dönürük. Arkadaşlar bakar mısınız? Bakar mısınız? Bu kız yaradır da yani. Bu kız yaradır. Yani bu kız yaradır da. Hələ yəni %30 belə iş yoxdur burada. Məktəbimiz, kitabxanamız və postumuz. İndi hələ bura çox şeylər olunacaq. Kızım da orada keçirməməsini kömək edir. Yani bu kız yaradır arkadaşlar. Bu kız yaradır. Evet böyle çok şanslısınız. Benim güveniniz var. Hə, işdirəm səni. Fire o tərəfdədir. Fire kəsmədim. Yanğın söndürən ehtiyac yoxdur. Davam edirəm. Yenə geri dönüş edəcəm. Kəsə yapışdıraq hələ ki.
Arkadaşlar bakın. Rahab kimi mən də arkadaşlar. Bir dəqiqə həyatım. Baxın belə kəsdiyim maşınları, insanları, Sevra da yol qaydalarını kəsdi. İnsanları, baxın svetofor belə kəsdik. Sonra belə bisiklet. Bu Rahabdır deyir. Belə kəsdim. Burada prosta qərarsız qalmışam. Keç olur. Birdən keç. Keç. Bu məktəb mi yaxşıdır, yoxsa bu məktəb mi yaxşıdır? Məncə bu məktəb yaxşıdır, amma onu yapışdırmışam da. Qopar mı, qopmaz mı? Hələ burada da var biraz kəsiləsi şeylər. İndi qoy bir dənə yemək fasiləsi verək. Ürəyimiz gedir ucu acımızdan, o qədər acımışıq. Bayaqdan çünki kəsirik. Bunlar bayağı bir vaxt apardı. Onlar yapışdırma. Həyatım, bir susar mısın? Bir susar mısın? Raf işe gedir. Aha, kəsmişik belə. İndi burada baxın evimizin haline bakın. Ne gündə dediniz? Çəkmişik belə. Neyse. Gedək yemək yeyək, sonra gələk devam edək. Arkadaşlar yemeğimizi yedik, tekrar başladık işe. Nedir? Pardon. Aha, svetoforlarımızı falan hamısını yapışdırdıq. İndi belə sizə göstərim necə gedir proses. Baxın belə kleyləyirəm. Kardonu ki şah qalsın da, yəni kağızlı, nazik kağızlı deyə əzilib üzüləcək. Mən də belə kleyləyirəm ki qəşəngcə nə yapışsın. Ama ben telefon tutum zor elime Debi yoxdur, eləyirəm hələ ki. Sən köməyini elədin də bana, mən indi belə qorxuram. Belə. Baxın, gördünüz? Yapışdı buna. İndi bunu da belə kleylə bura yapışdıracağım. Şimdi devam edək. Arkadaşlar son hali böyle hələ ki. Böyle baxın müəllimə uşaqları məktəbdən kitabxanaya yapar. Hə deyəm. Hə ver taxacağam. Hə ver. Sonra baxın böyle oldu hələ ki. İndi görə qaldırma. Qoy qurusun, kleylər tam qurumayıb. İndi buralara ağaclar, otlar, hələ bir çox şey əlavə eləyəcəm. İndi qayda qanunları falan. Hələ ki insanları yerləşdirim sonra. Tamam, 2 saattir devam eden işimiz böyle gidiyor. Bakın görürsünüz mü? Böyle devam ediyor. Böyle. Znaklar da koyduk. İndi hələ ki ağaclar. Eləmə Rauf, ağacları yapışdırıram. Bu məktəbi bəyənmədim. Bu məktəbi çalışacağım, eləyim. Görəyə nə olur. Rauf qayçın oynama. Emek var, emek. Bakın. Arkadaşlar bakın. Yapatı oldum. Yabat olub. Bakın, bu da Sevra ilə Zəhradır. Məktəbin ad eləmə. Zəhranın yəqin ki çox adını çəkmişik videolarımızda. Sevranın sinifdəki ən yaxın rəfiqəsi. Bakın, bu Zəhradır, sarıdır. Bu da sarı deyil bu. Zəzədə bu sənsən də əgər videomuza baxırsanız. Bu da Sevoşdur. Durublar burada. Zəhranı belə qoyaq. Söhbət edirlər. Buradan da indi baba ilə nəvə gələcək. Sevra, sonra rəfiqən kimdən yaxın? Yandım. Ayla. Hə, bu da Ayladır. Belə. Bu da gələcəkdir. Aylanı da bugün babası gətirirmiş. Evet arkadaşlar. Son hali böyle. Böyle yaxından göstərim sizə. Məsələn, ormanda gəzən bir qız. Velosiped sürən uşaqlar. Sonra polis. Nəvəsini məktəbə aparan baba. Müəllimələri ilə söhbət edən Sevra və Zəhra. Uşaqları kitabxanaya aparan bir müəllimə. İşdən çıxmış kitabxanaya kofesini götürüb kitabxanaya kitab oxumaya gedən bir iş adamı. Anası ilə gəzintiyə harasa gedən bir qız. Və belə bir svetofor. Böyle. Gösterdim de. Bakın. Böyle bir şey. Yaxşı. Beğendiniz mi? Eğer videomuzu beğendiyse kanalımıza abone olup like atıp yorum yazmayı unutmayın. Helali.